Parts of the body, bədənin hissələri. Unit 3, 3-cü dərs English Vocabulary News Elementary. A paraqrafına baxarıq. Head and face. Baş və üz. Mouth sözü ağız deməkdir. Hair saç deməkdir. Eye göz, nose burun mənasını verir. Toes diş, dişlər. Ear qulaq, lip dodaq, neck isə boyun mənasını verir. Arm and leg qol və qıç. Shoulder çiyindir. Nail sözü dırnaq mənasını verir. Thumb baş barmaq. Finger barmaq. Hand əl. Arm isə qol mənasını verir. Leg qıç mənasını verir. Knee diz mənasını verir. Foot ayaqdır. Feet ayaqlar. Toe isə ayaq barmağı mənasını verir. Rest of the body. We have skin covering our bodies. Bizim bədənimizin örtən dərimiz var. Skin dəri mənasını verir. Chest sinə mənasını verir. Side böyür. Stomach sözü isə mədə mənasını verir. Back beldir. Waist belin aşağı hissəsi. Hip isə omba mənasını verir.